Salam əziz dostlar, canlı yayımımız başlayır. Babat debattasız, mən Kamran Sənli. Bugün Ukraynadan birbaşa bağlantımız olacaq. Press klubdur, press kluba abunə olun, canlı yayımda abunə olun ki, daha çox insan bizi eşitsin, görsün, kanalımıza yardımcı olursunuz. Bir də like işarəsini tıklayın əziz dostlar. Hansı şəhərdən, hansı ölkədən baxırsınızsa mütləq kommentdə yazın, bu monitoring çox önəmlidir. Bugünkü qonağımız isə Kiyevdən birbaşa bağlantıyla polkovnik Elxan bəy Nuriyev. Elxan bəy, xoş gördük sizi. Tamam, hoş geldin Kemal. Elxan bəy, biz proqnoz verirdik deyəndə ki, bütün dünya bilirdi ki, əslində heç bizim proqnozumuza ehtiyac yoxdur ki, o danışıqlardan bir şey çıxmayacaq. Amma desəniz Zelenskinin bəyanatı, daha doğrusu açıqlaması bizi daha narahat eləməyə başlayıb ki, Zelenski açıq deyir ki, Trump Rusiyanın tərəfində oynayır və bizi Rusiyanın verdiyi təkliflərlə sıxmağa başlayır, amma nəticə nə ola bilər sizcə? Zelenski bunu niyə açıqlayır? Çünki deyək ki, bu sözləri deməmişdi və Zelenski güzəştlik edə bilərmi? Aydındır ki, Kemal Bey, bu müharibə kompromislər müharibəsi deyil. Çünki tərəflərdən biri bu Qafqazın ərazisini, yəni işğalçı tərəf götürüb öz əraziləri kimi konstitusiyasına yazıb. Və Prezident Zelenski bildirir ki, həmin ərazilərdə 100 minlərlə Ukrayna vətəndaşı yaşayır. Yeri gəlmişdir, bu günləri sorğu keçirildi və 90 üzərindədir rəqəm. Kramatorsk, Slavyansk, Konstantinovka, Drushkivka, Dobropil, ümumiyyətcə o ərazidə nə qədər yaşayış məntəqələri varsa, insanlar heç hara getməyəcəklərini bildirirlər və hətta müəyyən mənada bu danışıqların əleyhinə olduqlarını deyirlər. Dediyim kimi, bu müharibədə kompromis mümkün deyil. Çünki tərəflərdən biri özünü tamamilə belə deyək, heç bir qaydalara sığmayan formada aparır. Yəni götürüb qonşu dövlətin ərazilərini öz əraziləri kimi yazıb və bu ərazilərdən çıxmağı tələb edir. Buna görə güzəştlər təbii ki olmayacaq. Sadəcə olaraq Amerika Birləşmiş Ştatlarında həm yaxınlaşan aralıq seçkilər ərəfəsində təbii ki Ukrayna tərəfdə onsuz da bizim necə deyirlər, itirməyə heç nəyimiz yoxdur. Amerika Birləşmiş Ştatlarının hərbi sənaye kompleksi Ukrayna ilə müqavilət bağlayıb və Avropa Birliyinin bizə ayırdığı 90 milyard dollarla kreditin 15 milyard dollarını bizə il ərzində silah verəcəyi ilə təsdiq edib. Yəni bizim belə deyək, Amerika Birləşmiş Ştatları prezidentindən birbaşa asılılığımız yoxdur. Onsuz da ötən ilin yanvar ayının 20-sindən Trump hakimiyyətə gələndən bu günə qədər Amerika Birləşmiş Ştatları bizə pulsuz nəsə təklif etməyib və verməyib. Beləliklə, Ukrayna prezidenti də bildirir və keçirilən sorğular, həm də hərbçilərimizin düşüncələri və məsələ burasındadır ki, yəni son günlər haqlısınız, belə bir ifadə ortaya atıblar, adına neytral Donbas deyirlər. Güya ki, Ukrayna silahlı qüvvələri geri çəkilməlidir. Amerikanın yaxud Qərbin istədiklərindən biri də budur ki, güya Rusiya tərəfdə geri çəkilməlidir və onda güya neytral Donbas yaranır. Amma siz də biz də bilirik ki, həmin o xarab ərazilərdə nəyisə hansısa azad iqtisadi zona qurmaq, nəsə bunlar nağıldan başqa bir şey deyil. Təbii ki, son anda Ukrayna tərəf bunu edə bilməz. Ukraynanın konstitusiyası nə qanunları, nə ictimaiyyət, nə də hərbçilər buna icazə vermirlər. Ona görə Ukrayna prezidenti necə deyirlər, müəyyən mənada məcburdur. Təsəvvür edin ki, yeni ilin 50-ci günüdür bu günləri. 3 dəfə danışıqlar gedib, ikisi Abu Dhabi'də, biri Cenevrədə və gələn həftədə danışıqlar davam edəcək. Heç bir nəticə yoxdur, heç olması da gözlənilmir. Təbii ki, tərəflərdən biri tükənənə qədər bu müharibə davam edəcək. Bizim istədiyimiz və bacardığımız da bundan ibarətdir ki, Rusiya tərəf daha tez tükənsin. Belə, hər hansı güzəştlərdən hələ ki söhbət getmir. Təbii ki, nə Ukrayna xalqının razı olar, nə də ki hərbiçilər, amma Zelenski də elə həmən fikirdədir. Zelenski onsuz da bütün dünyaya özünün savaşçı ruhunun nümayiş etdirib, özünün belə möhkəm bir insan olduğunu nümayiş etdirib. Bunlar hamısı göz önündədir və deyirlər, yeni deadline var da, iyuna qədər vaxt verib Trump, amma Trump'ın da deadline'larını biz bilirik, o dəfələrlə gah bir həftə, gah 10 gün sonra yadından çıxır, bir ay deyir, onun deadline onun üzərində heç kim ciddi yanaşmır.
Amma deyilənlərə görə, ciddi adamların dediyinə görə, Trumpı qoyuram bir tərəfə, ciddi adamların dediyinə görə Rusiyanın iqtisadiyyatı çox pis vəziyyətdədir və iyuna qədər çox böyük fəsadlar olacaq orada. Nədir bu fəsadlar? Bunu bizə açıqlayardınız, cənab polkovnik. Bir də əgər iqtisadi fəsadların, indi siz təbii ki açıqlamasını verəcəksiniz, bu iqtisadi fəsadların nəticəsində nə ola bilər yay aylarında? Demək ki, bu tarixdə belə bir hadisə var. Napoleondan qələbə istəyəndə hər zaman deyilmiş ki, 3 söz deyirəm. Maliyyə, maliyyə, maliyyə. Müharibənin maliyyəsi həyata keçirmək mümkün deyil. Orta hesabla Rusiya tərəf raket atəşləri olan günləri də qoşanda hər gün bir müharibə təxminən yarım milyard dollar pul xərcləyir. Bəzən bu rəqəm yarım milyarddan yuxarı olur. 530 milyon, 580 milyon dollar. Belə adi günlərdə isə 350-380 milyon dollar xərcləyir. Raket atdıqları gün dediyim kimi əlavə 200 milyon dollar da pul xərcləyir. Rusiya maliyyə sistemi təbii ki çökür və çökdürülür. Bəzən heç kəsin xətrinə dəymək istəməzdim. Sadəcə bizim duyğusal insanlarımız elə bilirlər ki, qərbdə elə hamı güya sadəlövdür və güya Trump da sadəlövdür. Sadələv Trump 75 milyonun səsini qazana bilməzdi. O cümlədən dünyanın ən nəhəng iqtisadiyyatına və hərbi gücünə malik olan Amerika Birləşmiş Ştatları vətəndaşlarının. Təbii ki, populizm elementləri var. Təbii ki, bunlarsız mümkün deyil. Müasir dünyada təbii ki, yeni texnologiyalar, X platformalar, Twitterlər, Instagramlar, bunların hamısının rolu var, aydındır. Amma bütövlükdə heç kəsin ağlından keçməsin ki, Amerikalılar ya biz heç bir xalq aşağılaya bilmərik, o cümlədən heç kəs aşağılanmırıq. Amerikalıların güya düşüncəsiz olduğu, səfir olduğu, güya nə etdiyini bilmədiyini düşünmək səhv olar təbii ki. Üzr istəyirəm Elxan bəy. Daha çox belə qiymətləndirirlər ki, Amerikalılar özlərindən çox uzaqda baş verən hadisələrə laqeyd etdilər. Yəni onlar səfeh və düşüncəsiz deyirlər. Ancaq özlərini və Amerikanı düşündü. Ona açıq deyirlər, onların maqaları, partiyaları falanları bunu açıq orada elan edirlər. Bu məsələni əsasən. Aydındır, insanlar daha müftə yaşamaq istəyirlər. Çünki Trump'ın seçki kampaniyasında onlara çox müftələr söz verilmişdi. Amma indi gəlin sorğulara baxaq. Yəni hər halda bu dekabrın sonunun sorğularıdır. Yeni il ərəfəsi, daha doğrusu Milad tətillərində keçirilən sorğudur. Trump'a səs verənlərin 67% ondan tələb edirlər ki, Ukrayna ilə bağlı daha səmimi olsun, daha yaxşı qərarlar versin. Demək, bu demək deyil ki, Amerikalılar əgər Trump'a səs veriblərsə, onun arxasından dəqiqə dururlar və sona qədər gedirlər. Və reytingi də düşməkdə davam edir. Və iyun ayı məsələsi ondan ibarətdir ki, təxminən may ayında aralıq seçkilərin startı verilir. Artıq verilib. Yəni Amerika demokratik cəmiyyətlərdə belədir. Seçkilərin biri bitən kimi olur, seçkilərə hazırlıq kampaniyası başlayır təbii ki. Ona görə söhbət iyun ayından gedir. İyun ayına qədər təbii ki, Rusiyanın iqtisadiyyatında çökmələr getdikcə davam edir. Təbii ki, heç bir dəyərlər sistemi olmayan, tutaq ki, Çin Xalq Respublikası ki, görənləri, onun Xarici İşlər Naziri, Dünya Sıracı, Ukrayna Xarici İşlər Naziri ilə görüşdü, Wang Yi və Andrey Sibiha. Hətta Çin axıra qədər Rusiyanın arxasında durmaq istəyində deyil. Çünki hamı vəziyyəti bilir, reallığı bilir və Çin bu günləri Rusiyadan bir bareldə 29,2 dollar diskont, endirim istəyir. İndiyə qədər 27 istəyirdi ötən həftənin sonuna qədər. İndi biləndə ki, Rusiyanın neftini alan yoxdur. Məsələn, bu dəqiqə Fin körfəzində deyə bilmərəm sayın. Amma qaçaqmalçı kölgə tankerləri durublar, limanlara yaxınlaşa bilmirlər, həbs olunurlar, qalıblar neytral sularda. Deməli, hara gedəcəkləri bilmirlər. Real vəziyyət bundan ibarət. Həm də yaxşı bilirlər ki, artıq Avropa Birliyi 20-ci paketi demək olar ki, tam hazır saxlayıb, sadəcə olaraq gözləyirlər ki, müharibənin başlanmasının 4 illiyi ərəfəsində. Yəqin ki, gələn həftənin bazar ertəsi yaxud çərşənbə axşamı günü elan ediləcək 21-i, 22-si sanksiyaların yeni paketi və bu sanksiyalara görə bütün Avropa Birliyi ölkələri və onların silahlı qüvvələri Rusiyanın kölgə donanmasını həbs etmək səlahiyyəti verilir. Hətta Hindistan deyəsən 3 tankeri həbs edib. Hindistan, Estoniyanın özü bir tankeri ləncitdi.
Bunlar bilirsiniz kütləvi xarakter alır və bu kütləvi xarakter aldıqca Rusiyanın başqa qazanc yeri yoxdur. Axı Rusiya dünyanın benzin yanacaq doldurma stansiyasında, yəni belə deyək, neftdən, qazdan başqa Rusiyanın sata biləcəyi nəsə başqa bir şey yox. Düzdür, zənginləşdirilmiş uran da satır, Amerika Birləşmiş Ştatlarına satır özləri. Amma bundan başqa Rusiyanın sata biləcəyi, daha doğrusu kütləvi sata biləcəyi bir şey yoxdur. Ona görə təbii ki, hər hər keçən gün Rusiyanın əleyhinədir. Yəni bu tərəflər belə deyək də, hər kəsin öz marağı var. Amerika Birləşmiş Ştatlarının prezidenti o düşünür ki, müharibəni mən bitirməliyəm və Nobel mükafatı almalıyam. Rusiya tərəf düşünür ki, onun zamanı var və onun silahlı qüvvələri güya irəliləyir. Halbuki tamamilə əksi baş verir və bu günlər çox ciddi baş verir əksi. Bundan əlavə, Ukrayna tərəf öz qoşunlarını təkmilləşdirir, hərbi sənaye kompleksini təkmilləşdirir və daha yaxşı ordu qura bilir. Tutaq ki, Avropa Birliyi bu yaranmış vəziyyətdən istifadə edərək yenə də öz hərbi kompleksini yaradır, öz silahlı qüvvələrini çoxaldır. Çin baxır ki, hamı bir-birindən izləyirlər, tutaşır, burada daha əlverişli vəziyyətdədir və belə deyək, hər iki tərəflə oynamaq istəyən qlobal cəmluqçu onları da bölünəri, həm Amerikanın avtoriteti, həm də Ukrayna silahlı qüvvələrinin gedişləri, tutaq ki, məsələn, Hindistanın son günlər Rus neftindən imtina etməsi və o cümlədən Amerika Birləşmiş Ştatları ilə müqavilə bağlayaraq artıq başqa, həm də Səudiyyədən neft alması məsələsi. Bunlar hamısı göstəricilərdir. Bu mənada Rusiyanın, bax, bu günləri mən sizə bir şey deyim, istəyirsiniz, axtarıb baxarsınız. Pavel Yurçak, deməli, 3-cü korpusun 63-cü briqadanın, əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri bayaq deyəm, yəni səhər-səhərdə, günün səhəri, saat 10 idi. Burada bizdə, sizdə 12. Müsahibə verdi. 3-cü korpusun 63-cü briqadası ilə Rusiya Silahlı Qüvvələrinin itişlərinin tənasübü inanmayasınız. Məsələn, mən də inanmıram, amma hərbi biletləri tökdüstü olmuşdur. 50-nin birədir. Dünya tarixində belə şey yoxdur. Ən yaxşı göstəricilər NATO-nun xüsusi təyinatlarıdır ki, onlar 1-in 7-yə olur bir qayda olaraq. Əgər nizami ordularla vuruşurlarsa, 7-nin 1-ə NATO-da standart bundan ibarətdir. Düşmən tərəfi 7 itişi verir, sən tərəf 1. Elə döyüş bölgələri var ki, 27-1-dir, eləsi var 31-dir, eləsi var 50-dir. Səbəb, Elxan bəy, səbəb nədir? Səbəb drone, çünki 50-nin birə ağala gəlməz bir. Texnoloji üstünlükdür. Savadlı yanaşmadır orduya. Ordu bilirsiniz, bizim Rusiyada əsirlərimiz daha çoxdur bu günləri. Bilirsiniz nəyə görədir bu? Məsələn, bilirsiniz, İsrailin qanunlarını bilirsiniz, hərbi qanunlarını, yoxsa yox? Bilirəm ki, çətinə düşüncə, əsir düşəcəksən və orada da bütün hərbi sirləri damsın verə bilərsən. Bəli, sağ qalmaq üçün, yəni İsrail əsgərinin verilən tapşırıq. Eyni şey bizdədir. Görürsən ki, müəyyən təhlükə var, yəni də vacib deyil, gözü öldürəsən, desinlər ki, bu yaman qəhrəman idi. Yox, belə bir şey yoxdur. Məsələn, sırağa gün Silahlı Qüvvələrimizin baş komandanı Zaporoj istiqamətində idi. Müləqoyların yanında orada deməli toplantı keçirdi. Bütün komandirlər yığışmışdılar. Orada da belə xüsusi tələb olmadıqca silahlı qüvvələrin canlı qüvvədən istifadə etmişsiniz. Bizə salamat, sağ Ukrayna əsgəri lazımdır. İnsan hər şeydən dəyərlidir. Əksi Rusiya tərəfdə başlayır. Tam tərsi, tam tərsi. Tam əksidir. Ona görə də yəni dünyanın hər yerindən yığıldıqları, aldadıb gətirdikləri, onsuz ödəniş eləməyəcəkləri bilirlər. Yəni o sığorta filan məsələlər tutaq ki, gətiriblər Uqandadan. Bizdə məsələn nəsillər var Uqandadan, Mərakeşdən, nə dil bilmir, nə baş bilmir, elə belə yazığı hardasa, yazıq da deyil, yəni deyiblər gedirsən görə Rusiyada tikintidə işləməyə, oradan da gətirib zorla paltarını dəyişdirib, avtomat verib gətirib də çıxar ön cəbhəyə. Ki, onlara nə sığorta verilmir, nə onun yiyəsi yoxdur, nə sahibi yoxdur, Rusiya tərəfi ümumiyyətcə istəmir. Çünki sonuncu dəfə dəyişiklik olanda, bu 2-ci Abu Dhabi görüşündən sonra Kəmran bəy, deməli, geri qaytarılanların 80% Slavyanlar idi, Ruslar idi, 13% çeçenlər idi, çünki onları bilirsiniz. Axı bu
danışıqlar aparanlar həm də ərəb ölkələridir, şeyxlərdir. Çeçenlərin də bilirsiniz, Omanda, sonra Səudiyədə böyük diasporalar var. Həm də pulla alırlar, belə deyək. 13% çeçenlər idi, 7-si yerdə qalan bütün millətlərin nümayəndələri. Təsəvvür edirsiniz. Ruslar, qeyri-Rusları geri almırlar. İstəmirlər. Ona görə bizim həbsxanalar da doludur. 4000 bizdə əsir var ki, onun təxminən 2500 Ruslar istəmirlər. Deməli, onlar əsirlər geri dönəndə onların istəyi ilə olan əsirləri verirlər, yoxsa sadəcə bu təsadüfən belə? Yox, bilirsiniz, biz maraqlıyıq ki, onlar görürlər ki, biz insan qədri bilən dövlətik. Çünki hər kəsi biz istəyirik, hamını almaq istəyirik də geri. Ona görə biraz necə deyərlər, hətta bəzən olur ki, Kəmran bəy, verdikləri nə deyirlər ona, nəş deyirlər də, cəsədlərdə, biz hətta şübhələnirik ki, o öz əsgərlərini də verirlər bizə. Nədir? Telekameraların qarşısında görüntü olsun ki, məsələn, Rusiya tərəf Ukraynaya daha çox insan cəsədi verdi, nəinki Ukrayna Rusiya verdi. Amma məsələn, mənim gözümün qarşısında olub, elə bir Məli bəy də orada idi, Quliyev, 22-ci il mart ayında ki, o meyitləri atıb Kiyev ətrafından qaçmışdılar. Sonra bizim Sinod, yəni kilsə, mənim onlarla dostluğum var, belə deyək, yepiskoplarla, filanlara, nə sözüm onda deyil. Məcbur oldular ki, yəni bu xəstəliklər filanlar istilər düşür, aprel ayı, may ayı. Deməli, kilsənin adamları yığışdılar, getdilər. Kanavalar qazıb, onları bir-bir elə bir təzə doğulan uşaqlar kimi bir kaladılar, tökdülər həmin o kanavalara da, belə deyək, nə deyək, qardaşlıq məzarı deyək, nə deyək, nəysə, bax belə. Yəni, Rusiya tərəf həm də ödənişlər eləməmək üçün, çünki Rusiyada bax, girib rəsmi, dostlarımız baxa bilərlər, əziz tamaşaçılar, izləyicilər, 100.000-in üzərindədir itkin düşənləri axtaranlar. Bu Uqandalı axtarmır axı, Afrikalı axtarmır, Hind, Çin yarımadasında olanlar axtarmır, Bangladeşdə axtarmır, Nepallı axtarmır, başqa dövlətlər çoxlar axtarmır. Elə, necə deyirlər, savadı çatıb axtaranlar 100.000-i keçib artıq. Yəni, yoxdur insanlar. Dediyim kimi, bəzən də bizə verdikləri o nəşlər, yəni cəsədləri özlərininkilər də olur. Yəni, bunu bilirsiniz, araşdırmaq çox çətin məsələdir. Tutaq ki, istəməzdim bu söhbətimizi eləyək, amma məcburluqda yəni reallıqlardır. Tutaq ki, tankda yanıb, tutaq ki də, piyadaların döyüş maşınında. Sən hardan bilirsən ki, bu Rus yaxud nədir? Özlərininkidir, yəni onlara ödəniş etməmək üçün götürürlər, verirlər, Ukrayna onun hansısa bir formada indi harası dəfn eləməyə məcburdular. Çünki bizdə xüsusi yerlər var, indi öz sahibləri olanlar aydındır. Bir də tutaq ki, bilinməyən, necə deyirlər, tarixdə var idi, naməlum əskər anlayışı da var, onların da ayrıca qəbirstanlığı var. Orada da biz məcburuq ki, yəni Rusiyanın bizə verdiklərini də dəfn edirik. Bax, belədir, yəni Rusiyanın mahiyyəti bundan ibarətdir, bunu hamı bilir. Amma gözümüzün önündə baş verənlər bundan ibarətdir ki, bu iqtisadiyyatla, bu yanaşma ilə, bu davranışla müharibəni udmaq mümkün deyil. Çünki bəzən də bilirsiniz, ola bilsin, çox primitiv səslənəcək mənim tərəfimdən, Jiguli ilə, Mercedes S-Class-la mübarizə aparmaq mümkün deyil, yarışa bilməzsən. Yeni texnologiyalar, qərb ölkələri, o cümlədən Ukraynada, tutaq ki, kvant fizikası, kvant sıçrayışı, kvant bilgisayarı düzəldilən bir yerdə ayın yanvarın 19-na 20-sinə keçən gecə yadda bura raket atmışlar. Mən rəsmi bildirirəm onu. Dostumuz Kegil Sazanov, yəni burada hər bizim jurnalistlərdən də hamı da tanıyır, çox adam tanıyır. Silahlı qüvvələrində serjantlıdan politoloqdan da serjant, yəni ordudadır. Onlar götürüb həmin raketlərin hissələrini qoymuşdular. Və məndən də ekspert kimi soruşurdular ki, siz də orta maşın qarmında işləmişsiniz, yəni raket düzəldilmə sənayesində. Siz nə deyirsiniz? Mən dedim ki, bu radiatorlar, bu stabilizatorlar 70-ci illərinin sonu, 80-ci illərin əvvəllərində düzəldilən silahlardır. Amma ümumi markirovkası, deməli hissəciklər, bir hissəsi Sovet dövrünün ambarlarından götürülür, bir hissəsi çox təəssüf olsun ki, İkinci, üçüncü eksport, importdan istifadə edilir, qərbdən alınır, o cümlədən Çindən alınır. Amma markirovka, yəni OTK, yəni texkontroldan, yəni yanvar ayında çıxır raket.
Bax, bəzində soruşurlar, axı yenə də şaxtalar düşüb də, 2 günlü, 3 günlü yenə də qar yağır. Bax, indi cəmi 4 dərəcə şaxta var, düzdür. Amma gecə olur 10-12 dərəcə. Niyə ruslar bizi qorumur? Dönlər məndən bir nəfər soruşur. Deyir, ona deyir ki, yoxdur. Nəylə vursun? Toparlayır. Əlbəttə ki, bu yaxın günlərdə yenə də növbəti görüş ərəfəsində yəqin ki, istirahət günlərində. Çünki çox mərdimazardılar. Həm də bilirsiniz, beyinləri xarabdır. Həm də istəyirlər ki, insanlar məsələn, yatanda, dincəlmək istəyəndə, bir ailəvi nəsə bir yerə yığışmaq istəyəndə bunlar. Bilirsiniz, belə mahiyyətləri çox cılızdır da, yəni. Özlərinin bir uşağında film vardı, Malçiş Plakiş. Təmiz Malçiş Plakiş. Ancaq pislik, Ancaq pislik, bəli. Ancaq mərdimazatçılıq deyirlər də, bunu biz Azərbaycan dilində, biz ona dilimizdə. Bax, belədirlər, yəni hələ ki toparlayırlar hər gün. Dəfələrlə deməli qaldırırlar o MiG-29'ları, MiG-30'ları, Tu-95'i, Tu-160'ı qaldırırlar. Yarım saat, 20 dəqiqə göydə uçur, 1-2 milyon dollar benzin yeyir, salyaka yeyir, kerosin yeyir, bir də düşürlər. Nədir Ukraynada məsələn, biznes, yaxud nə bilim, siz deyin, bu infrastrukturalar, restoranlar, kafelər, nə bilim, ofislər bağlansın, heç bir. Gündə dönənlər bəlkə yalan olmasın, neçə dəfə deyin, bir 6 dəfə. Yarım saatdan bir qaldırırlar 10 dəqiqə, biz də görürük yaxı, page kəşfiyyatı göstərir. Görürük ki, qalxdılar. Bir 10-15'te bir də fırlanırlar, bir də düşürlər. Bir də insanlar girdi metroya, bir də çıxdı, yaxdı zirclərini. İndi hamı dözə bilmir də, ellər var, hökmən gedirlər, yəni gizlənirlər. Və belə, yəni... O elə bilir ki, mən sığı deyim ki, Putin elə bilir ki, bununla, bu mərdimazarlıqla, bu Malçiş Plakiş üsuluyla Ukraynanı məğlubiyyətə, sonra bezdirəcək, yorulacaq. Amma o Ukrayna millətinin indiyə kimi Ukraynalıların qiymətini verə bilmir. Ben iki məsələ istəyirəm sizlə danışam, çox önəmlidir. Bu birinci Starlink məsələləri. Çünki Starlink söndürüləndən sonra bu Rusiya Hərbi Müdafiə Nazirliyinin yüksək rütbəlisi dedi ki, Starlink falan, heç biz o Starlinklərdən deyir, ancaq düşməni anlatmaq üçün istifadə edirdik. İndi öz istehsal etdiyimiz o Starlink'in analoqları var, biz ondan istifadə edirik. Və bu Starlink'in sönməyi doğrudan da Ukrayna ordusuna yardımcı oldu mu? Bunu kısaca cevap verirsiniz. Sonra ben keçəcəm çok önemli bir məqama, onu da size sual vereceğim. Ama gelin bunu evvel araştırarak sonra keçerik o suala. Əlbəttə, %100 deməli ziyan verdi. Yalan deməklə deyil ki. Sonra Ruslar bilirsiniz, dönəmləri Belarus hava şarları ilə güya ki Elon Musk peçlərdən istifadə edir, siqnal göndərir. Tranzitdir də, yəni siqnal tutursan, həmin hava şarlarında Belarus sözü burası oldu, çünki yaranırlar işləyə. Əlbəttə, Starlinklərlə bağlı Rusiya çox böyük itişlərə yol verdi və mən bir məsələ deyim, bunu da yəni internetdə dostlarımız Google'da yazıb izləyə bilərlər. Bizdə bir Napalm deyilən hərbi internet qrupu bizim dostlarımızdır, yəni ad demək istəmirəm, ola bilsin kimlərsə tanıyırlar. Demə, nə inədilər bunlar? Bu verifikasiya keçməlidir Starlink, bilirsiniz. Məsələn, mən özüm, bizim kanalda mən göstərmişkəm əlimdə Starlink'i, bax, aparır müharibə bölgəsindən, dəyəri 750 avrodur. Bir 100 avro da veririk, yəni dollar da veririk, onu burada kodlaşdırılır, belə deyil. Demə, nə inədilər uşaqlar? Götürdülər, Rus kanallarına girdilər, dedilər ki, bəs, biz sizi qeydiyyatdan keçirdik. Sizin üçün siqnal alarıq. 5380 dollar pul qazandılar Ruslar, cic Ruslar pul göndərdilər bunlara, güya bunları keçirir. 30 nəfər də doğrudan da Ukraynadan çox satqınçılıq eləmək istəyirdilər ki, doğrudan da səmimi olaraq Rusların Starlinklərinə siqnal almaq istəyirdilər. Onlar da aşkar edildi, yenə də bizim Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən. Əlbəttə ki, Starlinklərsiz çox çətindir və telegramlara da qoyulan məhdudiyyətlər lap biabırçılıqdır. Həm də məsələn, son günə biləm, izləyə bilirsiniz Azərbaycanda yoxsa yox, Telegram chatlarda, publiklərdə çox tez-tez xain Kremldədir çalmışları var. Nəyə görə? Həm də Telegramlardan istifadə edib, bunlar buradan tutmaq. Kimin, belə deyək, az-çox Telegramında abunəçilər varsa, güya Rus ordusuna kömək edirlər, tez-tez də bunun qarşı durmalar olur ki, nəyəm Solovyov 10 milyon rubl yığıb dekabr ayı, heç nəyəm 800 min rubl xərcləyib, yerdə qalan 9 milyon 200 min rubl hardadır. Tez-tez bunlarda belə şeylər olurdu.
həm də bu mənada teleqramlara məhdudiyyət, Starlinklərin dayandırılması, yəni siqnalların verilməməsi və bunun əlbəttə ki, səbəbkarı oldu bizim yeni Müdafiə Nazirimiz ki, əvvəlki deməli, nə idi, rəqəmsal texnologiyalar rabitə nazirimiz Mixail Fyodorov, indiki Müdafiə Nazirimiz o Elon Musk'a müraciət etdi ki, bizdə olan Starlinkləri özümüz verifikasiya edirik. Yəni sizin göndərdiyiniz kodlaşdırırıq. Yerdə qalanların siqnalın kəsin. Onu götürdüm böyle nədənsə şi kimi. Bu söz ola bilsin, bəziləri deyirlər ona yaraşmır, amma doğrudan da dedi ki, hə, lap yaxşı götürdü Rusların Starlinklər. Birbaşa təsir edir. Mən Starlinklərlə işləmişəm. Öz stüdyamızda mən göstərmişəm, varıbmışam, quraşdırmışam, Druşkivkada, Pakrovskada. Yəni Starlinklərsiz, internetsiz bugünkü müharibəni okumaq, texnoloji müharibəni okumaq qeyri-mümkündür. Və Rusların bugünkü itkilərinin, o cümlədən Zaporijya istiqamətində 10 kilometrdən artıq geri atılmalarının səbəbi təbii ki, Starlinklərin olmamasıdır. İnternetsizləşdirilmələrdir. Təbii bir sual da istəyirəm biz araşdıraq, çünki bilirsiniz ki, postsovet ölkələri içində indi əsas anti-Rus imperiyası belə təbliğatı və belə xəssiyyəti göstərən, nümayiş etdirən ölkə Azərbaycandır. Bunu yəni ki, Ukraynada bilirlər və hiss edirlər, amma son mühündəki görüşdə, yəni İlham Əliyev, Zelenski görüşündə bizim dövlət başçımız çox mehriban münasibət və nümayiş etdirilir. Zelenskinin də cavabı əslində bu həm Zelenskiyə bir dəstəkdir, əslində həm bu demokratiya bir dəstəkdir. Çünki Zelenski demokratik dünyanın bugün öndə vuruşan, savaşan bir sərkərdəsidir. O demokratik dünya uğrunda gedir orada savaş və Rusiyanın da Ukrayna işğalı həmən o demokratik dünyanın Rusiyaya yaxınlaşmaması üçün başlayıb həmən bu savaş. Ona görə də burada İlham Əliyevin Zelenski ilə görüşü bu mənanında daşıyır, amma əsas məsələ ondan ibarətdir ki, bu görüşdə İlham Əliyev sadəcə yəni Ukrayna dəstəyini nümayiş etdirmədi. Rusiyanın məhz Azərbaycana bugün rəqib olduğunu söylədi, düşmən olduğunu söylədi. Çünki Rusiya açıqca bizim oradakı diplomatik binalarımızı, diplomatik korpuslar, yəni binalarımızı vurmaqla məşğuldur. Hətta deyildi ki, birinci dəfə hesab etdi ki, yəni İlham Əliyev bunu söylədi. Dedi ki, birinci dəfə biz hesab etdik ki, Rusiya bəlkə təsadüfən bilməyib bizim səfirliyə orada nəsə məlumat və ya raket atıb. Sonra biz bizim diplomatik binaların orada verdi Ruslara, yəni ki, bütün onların hamısının ünvanlarını, bütün o... Amma xeyri olmadı və belə çıxır ki, bilərəkdən Ruslar bizim binaları, diplomatlar oturan binaları orada vururlar və ona görə də yəni bunu Ukraynada necə dəyərləndirirlər bu deyimləri və Azərbaycanın Ukrayna ilə dost olması, Ukrayna yanında olması orada qiymətləndirilir və insanlar, cəmiyyət nə düşünür bu haqda əsasən, o maraqlıdır. Mən cəmiyyət çox yaxşı düşünür. Yəni burada bir yenilik yoxdur. Hamı bilir ki, Rusiya imperiyasının hələ bu müharibədə biabır olmamışdan əvvəl 20-ci ildə, 2020-ci ildə Azərbaycan əskəri, Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti müxalifət alınır. Xalq, böyük mənada. Rusiya imperiyası cağ-bacaq yerində olanda Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etdi ki, bu ərazi bütövlüyü yarasını Rusiyaya qatmışdı. Yəni erməni qeyrəti, erməni bacarığı, erməni duxu, erməni nə bilim məsələsi deyildi Qarabağ məsələsi. Bunu hamı bilirdi. Yəni bu xalqları, dövlətləri əlində saxlamaq üçün təbii ki, Rusiya tərəf indi deyil, 100 illərdir ki, bu işlə məşğuldur. Yəni bütün xalqların arasında hansısa bir konfliktlər yaradıb, hər iki tərəfə göyə böyüklük eləmək istəyirdi. Və bu məsələ Ukraynanı Donbası geriyə qayıtması ilə bağlı həvəsləndirdi 2020-ci il. Yəni Azərbaycan xalqı, Azərbaycan Respublikası dediyim kimi körpəsindən birinci şəxsdə qədər özünün ərazi bütövlüyünü bərpa etməsi Ukrayna mətbuatında, mediasında bir canlanma yaratdı və bütün o şou proqramlarda, açıq tik, nə deyirlər, tok şoularda filan hamı başladı ki, Azərbaycan bunu edə bilir. Gəlin bizdə bəlkə Donbas məsələsini
həll edək. Ona görə çox tez-tez yadınıza gəlir, məsələn, Putin, Lavrov, hamısı o komanda, yaramaz komanda. Tez-tez deyirlər, Donbası ilə girmək istəyirdilər, Donbası tutmaq istəyirdilər. Bunun hamısı o cümlədən Azərbaycan əskərinin, yaxud da Azərbaycan xalqının iradəsinin, necə deyirlər, təzahürü kimi oldu. Yəni, Ukraynalılara çox, necə deyirlər, birdən-birə təsir etdi ki, doğrudan bunlarla vuruşmaq olar. Onsuz da vuruşan millətdir. Yəni, onsuz da Rusiya imperiyasını quranlar da Ukraynalılar. Yəni, Rusları məğlub etmək olar. Vuruşmağı təbii ki, məğlub etmək olar. Əgər Azərbaycan bunu edə bilirsə, deməli, biz niyə etməyək? Biz öz Donbasımızı niyə qaytarmayaq? Bu çağırışlar oldu. Doğrudan da bu çağırışlar oldu. Bu ki, qaldı. Azərbaycandan bir şey deyəcəm, çalışaram. Bilirsiniz, elə şeylər Allah demək olmaz. Dönərin Azərbaycanlı təlimatçı ilə görüşdüm. Türkiyədə də oxuyub, Azərbaycan Cəmşid Naxçıvan İskəndər bitirib, nə? Mən ona qarşı olan hörməti gördüm. Ukrayna zabitlər, bir de başladı. Zaходьте. Зачекайте мене, будь ласка. Зараз, я інтерв'ю даю. Deməli, və bu mənada yəni biz nümunə yarada bilirik. Mən üzr istəyirəm bu ifadəni deməyə məcburam. Yəni, dediklərimi də çox asanlıqla internetdə yoxlamaq olar. Ukrayna Kəşfiyyat İdarəsini və Hərbi Kəşfiyyatın qurucusu General-Leytenant Skipayski Aleksandr Aleksandroviç Zabitlər Birliyinin toplantısında mən gözləmədiyim halda nəzarət təftişi sən edəcəksən deməsi özü tribunadan. Mən də gözləmirdim, mən xəbərdar eləməmişdilər. Və mən deyirəm ki, Aleksandr Skipayski, deyirəm sən sanışım, niyə mən? Deyir, sən Azərbaycanlısın, sən bacararsan. Bizimkilərə Allah'ın olsun sağ-salamatdır. Yəni, Facebook'ta da var, özünüz də yazıb soruşa bilərsiniz. Skipayski Aleksandr Aleksandr, General-Leytenant qurun yaradıcısı, yəni birinci quran, həm də Ukrayna SBU-nun birinci mavini Kəşfiyyat İdarəsinin rəisidir. Nə demək istəyirəm? Bilirsiniz, biz bəzən özümüzə layiq olan qiyməti verə bilmirik. Məsələn, mən Xarkovda oxumuşam, müəllimlərimin 99, bir dənə Ukraynalı mənə dərsdir. Bir dənə adamsı yahudi olub. Onlar görüşəndə bilirsiniz, bir-birlərinə deyirdilər. Deyir, mən getdim, İsrailə gəldim. Mən İsraili gördüm. Başa düşürüz, hələ Sovet yahudiləri. Onsuz da burada qalanlar, burada nəzərlərlə müharibə veteranları, burada hər şeyləri olanlar. Bir-biri ilə görüşəndə deyir, mən getdim, İsrailə gəldim. Mən səni görəndə İsraili gördüm. Bunu biz xalqımıza birləşdirməliyik ki, Təbrizli ilə Gəncəlinin, yaxud Naxçıvanının fərqi yoxdur. Hamısı bizimkidir. Hamısı bir xalqdır, bir molekulyar əsasdır, bir hüceyrədir, nə bilim, bir koddur, nə istəyirsiniz deyək, o qədər, necə deyərlər, sözlər demək olar ki. Bunu biz yaşamalıyıq və Ukraynalıların Azərbaycana, məsələn, mən öz misalımda dediyim, yəni bunu bizim Zabitlər Birliyinə zəng edib soruşmaqdırlar, rəqsi başçıdan hamısı. Və bilirsiniz nə başlayırdı? 125 nəfər qurultayın nümayəndəsi var idi. Mən dedim ki, mən səs verilməyəcəm özümdən, mən çıxıram. Çıxdım, çəkildim kənara. Protokol namını 123 nəfər mənə hər səs verib, bir nəfərdə neytral var. Çünki demokratiya olmalıdır. Və mənə sanış deyir ki, sən bacararsan, sən Azərbaycan xalqının nümayəndəsisən. Yəni, o sözdə əsas qiymət ondan ibarətdir ki, bu təkcə polkovnik, yəni polkovnika Elxan Nuriyevə verilən etimat deyil də. Bu Azərbaycanlısız deyənə, Azərbaycanlılar bacarıqlıdırlar, istedadlıdırlar və sən Azərbaycanlısan deyənə bu işi bacaracaqsan sözü çox önəmlidir. Bəli, əlbəttə ilk növbədə və mən məsələn, rəhmətli məndən tez-tez soruşurlar. Çornobilin bu il olacaq, 37-ci il, 89 illiyi olacaq. Dekabr ayı, biz 90 illiyinə hazırlaşırıq. Orada seçdilər ki, o xüsusi məqalələr, dedilər 12 nəfər məqalə yazsın, bir də mən yazmışdım. Təbii ki, dedilər ən yaxşılardan biri də mənə. Məsələn, Viacheslav Maksimoviç Çornobil bilirsiniz nə deyirdi? Ukrayna Milli Azadlıq Hərəkatının lideri. O deyirdi ki, 70-ci, 60, 70, 80-ci illərin Milli Azadlıq Hərəkatını aparan liderlərdən birdən axıra qədər qabil demokrat olaraq qala bildi. Bir də Elçibəy. Məni Elçibəylə müqayisə eləməyin. Elçibəy bizdən çox yuxarıdadır. Bax, Allah'a vaxtında olsun derim, oğlu durur, qızı durur, hamısı var da sağ-sağ soruşmaq olur. Yəni, bunun yazıları da var. Mən o kitabda da yazmışam bunu.
O deyirdi ki, o Elçibəy axıra qədər demokrat olaraq qaldı. Biz girdik dedi parlamentə, ona görə məcbur olduq. Parlament bilirsiniz də kompromis yeridir. İstər istəməz konsensuslara, hansısa nədəsə üzəşdə getməli olursan. Və bildirdi ki, ikisi dedi qabil, o da yaşlı olmuşdu, yəni bir cəmi bir sonra prezident ola bildi. Bir də Elçibəy dedi, mən Elçibəyə çatanmaram. Həmişə belə deyirdi. Dedi, mən ona çatanmaram. Hər zaman da, yəni bunu da Jurnalistik İnstitutunun direktorundan Yuri Bondovdan soruşmaq olar. Facebook, yəni biz sırağa kimi yeri gəlmişkən, hərbi jurnalistlər milli ittifaqını yaratdıq. Mən də təhsisçilərdən 5-dən biri də mən oldum. Sözün burasındadır ki, hamının yanında dediyi ifadədir. Bu, mən demirəm ki, mənə deyildi Elçibə ilə bağlı, yaxud Azərbaycanla bağlı. Toplantılarda deyildi, qurultaylarda deyildi, konferanslarda deyildi ki, mən ona çatanmaram. Axıra qədər demokrat qaldı və milli qaldı. Biz kompromisə getməyə, konstitusiya getməyə məcbur olduq. Bunu demək istəyir. Soruşsuz Ukraynalıların münasibəti, Ukraynalılar bilirlər də, yəni təkcə səfirliyi vurmadılar ki. Azərbaycan, nə deyirlər ona, sınaq qazı göndərdi. Bu, nə deyirlər, Trans-Balkan xətti ilə Yunanistan, Bolqaristan, Rumıniyadan girib Moldovanın Odessa vilayətinə girib oranı da vurdular. Həm deməli adı nədir bizim? Sokarın həm ofisini vurdular, həm ambarın vurdular, həm də qaz həttini vurdular. Vurdular İlhan Bey ama ben bir şey diyeyim size ki yani bizim prezidentimiz o obyektlerin adını çekmedi. Bence ona göre çekmedi ki Avrupa'da diplomatik korpusların vurulması yani eğer hansısa siz dediğiniz obyektlerini çekseydi yani biz indi müharibədə Ukrayna ile Rusya diyebilirdi ki onlar müharibədə iştirakçı kimi hemen obyektleri iştirakçı kimi de qiymətləndirmiyorlar ama diplomatik korpusları diplomatların oturduğu binanı ise bu sadece mülki bir binadır. Yani ona göre onun altına kırmızı xətt çəkdi İlham Əliyev ki bütün Avropanın gözünün önünde göstersin ki Rusya yani mülki insanları öldürməklə. Bence burada Amerika'da bir mesajı vardı ve çok önemliydi o diplomatik korpus. Həm də bilirsiniz nədir? Bu obyektlər, tutaq ki, Sakarın tutaq ki, ambarı yaxud zavodu icarədədir. Azərbaycanın düzdür, mülkiyyətidir, amma torpağı deyil. Diplomatik korpusda həyata girirsənsə, sən girirsən Azərbaycan ərazisi. Bəli. Diplomatik korpus, yəni onun ərazisi artıq həmən dövlətə, bu Cenevra deməli konvensiyasına görə ora Azərbaycanın ərazisidir. Yəni Azərbaycana atəş açır. Azərbaycanın xəbərdarlığı deyir. Bunu deyildi prezident. Bəli, bəli. Düz də deyir ki, nə oldu? 3 dəfə gəldi. Bir dəfə yaxşı başa düşərik ki, o tərəfdə də bəli, zavodlar bunların başı işləmir, Rusların. Allah'ım olsun deyirəm, Cavan Bey, orada 60-cı, 70-ci illərdə haçansı zavod olub. Zavodun hamısı bizdə nə bilim, Ulduz zavodun bizdə Azərbaycan tanıyan var. Məsələn, biz sizlə Bakıda yaşamışıq, bilirik. Ulduz metro stansiyasını tanıyın. Bilirik ki orada zavodlar var. Məsələn, desək ki, orada falan vaxtda zavod olub, heç kəs bilməz ki, Yox, orada əlbəttə. zavod olub. O 100 dəfə söküblər, dağıdıblar, icarəyə veriblər, ev tikiblər. Güya ki, bunlar o qədər belə də özlərini ağıllı hesab edirlər. 60-cı, 70-ci illərin xəritələri ilə həmin yerləri vurulur. İndi belə müharibə oldu. O da təbii ki, belə gəlir. Aydındır ki, bilirsiniz, Azərbaycan Rusya dağ çəkib. Kremlə dağ çəkib. Mən belə ifadə edərdim. Əvvəla, Kreml çox gözəl bilir ki, Azərbaycan Ukraynanın təbii müttəfiqidir. Siyasi hakimiyyətlərin kimlərdə olmasından, parlamentdə kimlərin təmsil olmasından asılı olmayaraq, bu xalqların istəyidir. Məsələn, doğrudan da, mən sırağa günkü toplantıda dedim, bütün sorğularda Azərbaycanlılar ən çox Ukraynanı dəstəkləyən ölkələrin biri və birincisidir. Yəni, say və faiz məsələsində də o tənasüblük var, bu riyaziyyətdə belə deyirlər. Mütənasüblük daha doğrusu. Bu mənada gözəl bilirlər. Məsələn, Qazaxıstan Ukraynanın təbii müttəfiqidir. Azərbaycanın təbii müttəfiqidir. Yaxud Özbəkistan olsun. Məsələn, o bir ölkələr, tutaq ki, Türkmənistan Mərkəzi Asiyanın siyasətinə təsir edə bilmir. Amma Qazaxıstan yaxud Özbəkistan təsir edə bilir. Qazaxıstan həm faydalı qazıntıları var, əraziləri milyonlarla kvadrat kilometrdir. Özbəkistan maşallah indi olub 40 milyonluq bir dövlət. Özdə progressiv, özdə işgüzar cəmaatlar. Belə düşüncə tərzləri bilirsiniz, feodal düşüncə deyil.
Və bunları biləndə əlbəttə ki, Özbəkistan da, Qazaxıstan, Azərbaycandır. Və qayıdıram o ifadəmə ki, Azərbaycan Rusiya imperiyası hələ yerində necə deyirlər, salamat olan vaxt, indi salamat deyil. İndi elə bizcə qalıb ki, qan axır da, yəni belə, daha çan ölər, hamı gözləyir. Salamat vaxtda Azərbaycan ona dağ çəkir. Və bunu unuda bilmirlər, bunu təbii ki, unutmayacaqlar da. Və çox gözəl də bilirlər ki, Azərbaycan, bəzən görürsün, birisi Kəmran bəy, dostlarımız deyəndə, daha doğrusu, bəzi insanlar başa düşmür və özü qiymətləndirməyə bacarmır. Bu, nə deyirlər ona, kompleksdə yaşayır. Ruslar bizə savad verdi, Ruslar bizə təhsil. Başa salmaq olmur. Rus dilini sistemləşdirən və ədəmləşdirən Pushkindir də. Sənin baban Şeyx Nizami 1000 il bundan qabaq Allah evəyitisi maarifləndirici poemalar yazırdı ki, hər bölümü 5 dənə doktorluq dissertasiyası. Rəqəm bəy, Taxtabaşa nə şey izah etmək mümkün deyil. Onun üçün də o zümrənin adını mən... Bizə deyil, savad veriblər, bizə nə veriblər. Bu məktəb formasında, məsələn, deyirlər, Sovet təhsil sistemi, yaxşı təhsil sistemidir, amma bu Sovet deyil, bu. Alman təhsil sistemi. Alman təhsil sistemi, bəli. Əlbəttə, Alman təhsil sistemidir. İbtidai təhsil... Amma onun əyilmiş variantı idi, ona görə də elə yıxıldı. Onun da pis variantı idi, yəni. Bəli, onun da, necə deyirlər, biraz deformasiya olunmuş forması idi, bəli. Yaxşı təhsil, əgər Sovet təhsili yaxşı olsaydı, indi Almanlar Mercedes istehsal eləməzlər, Ruslar istehsal eləyərdilər. Əgər Sovet təhsil sistemi Türkiyəninkindən üstün olsaydı, Arçelik, Beko Rusiyada olardı, Türkiyədə olmazdı. Yəni bunlar hamısı farklı. Bilirsiniz ki, insanlardan asılıdır da, insanlar dəyişmədikcə, cəmiyyətlər dəyişmir. Yəni hər şey yerində qalır. İndi götürəndə məsələn, Rusiya doğrudan da kimə asan görsənə bilər. Dünya resurslarının 40-50% Rusiyadadır. Amma baş yox daxil, ağıl yoxdur. Məsələn, Britaniyalılar hər iki dənizdən birinə nəzarət edirlər. 900 il bundan qalır. Və birdən-birə ötən əsrin 40-cı illərində bunlar qərar edirlər. Bizim nə işimiz var deyirlər Pakistanda, Hindistanda, nə bilim orada, burada, nə bilim neyini. Özümüzə gözəl dövlət quraq. Və onların ən ağılları gələcəklər bizə. Məsələn, dönəm biləm gördünüz, görmədiniz. Etnik Pakistanlı, müsəlman, Londonun meri, o boyda Britaniya İmperiyasının paytaxtı Londonda tədbir keçirdi, Ramazan təbriki. Görmüşsünüz yoxsa yox? Gördüm. Baxmışam. Şəhər səviyyəsində, meriya səviyyəsində. Halbuki hamıya gələr ki, bunlar protestantdılar, bir hissəsi də katolikdir, hər cürəsi vardır, belə deyək. Hə, Anglikanlılar əsasən. Məsələn, bizim cəmiyyət buna icazə verməz, mən belə başa düşürəm. Verərlər icazə, şəhər məsələn, kimdir bu Azərbaycanda, Bakıda, mer deyər ki, indən belə Milad bayramında keçəcəyik, cəmaat yığışın bura Milad da keçəcəyik, yəni milli bayram kimi. Məsələ burasındadır ki, bunun başa düşdüyü bu günləri Hindistanlı, yaxud Pakistanlı doğulanda valideynlərin bir arzusu var. Mənim oğlum, o yumşaq hüquq deyirlər, London hüquq, Britaniya hüququ. Mənim övladım Britaniya hüquq sistemində oxusun. Yumşaq hüquqda ona görə deyirlər ki, biz Roma hüququnu yaşayırıq da, biz əvvəl prokurorluq tutur, sonra sübut edirsən ki, mən dəvə deyiləm. Amma yumşaq hüquqda onlar səni tutmağa çalışır, həbs etməyə çalışır. Yəni, bu deməkdir. Yəni, Britaniya hüququ ilə Roma hüququnun fərqi bundan ibarətdir. Onlar istəyirlər ki, daha təkmildir də, belə deyək. Anadan olandan valideynlərin bir arzusu olur. Pakistanlı olsun, Hindistan bir yerdə olub orada, bilirsiniz, 47-ci gəlir. Bir arzuları var ki, mənim oğlum Britaniya, mənim qızım Britaniyada olsun. Maraqlısı da odur ki, Britaniyada Pakistanlı Londonun baş meri ola bilir, Hindistanlı isə gəlib Britaniyanın baş naziri ola bilir. Və orada Pakistanlı ilə Hindistanlı qardaşdılar bir-biri ilə. Britaniya xidməti burada isə bir-biri. Gəlin bir dənə məsələni çox qısaca bilirəm ki, vaxtınız azdır, başqa bir işə gedəcəksiniz. Onu qısaca istəyirəm sizin araşdırmanıza, analitikanıza eşidək. Çünki biz bilirəm ki, siz də həmən əqidədəsiniz, bütöv Azərbaycan savaşındayıq, əqidəsindəyik və indi ora o qədər silah yığıb Trump
Güman eləmirəm ki, bundan sonra geri verə biləcək. Çünki o geri versə o biabırçıl olacaq. Həm Trump üçün, həm Amerika üçün. Həm də onlar şərq psixologiyası, mentallığını bilmirlər. O bütün şərq onun Trump'ın və Amerikanın qorxduğunu elan edəcək. Bundan sonra belə geri versə də İran burada. Amma vuracaqsa nə olacaq və bizim orada işimiz nə olmalıdır? Bax bu çox önəmli bir sualdır. Həm də hərbiçiyə verilən sualdır. Sağ olun. Kamran bəy, bilirsiniz də, yəni doğrudan da Amerikada çox kütləvi silah daşıyıb, o cümlədən müəyyən mənada İran ətrafında, həm də o bütün o bölgədə təxminən 200-dən yuxarı, hətta mən bildim, İsrailsiz deyirəm, mən Yardaniyasız deyirəm, yəni o müəyyən mənada Amerika ilə işləyən dövlətlərsiz deyirəm, hava hücumunda müdafiə sistemləri qurub. Və bilirsiniz, dünənləri Abbas Arakçı, Amerika Birləşmiş Ştatları sıra hücum çağırmışdılar. Dünənləri orada edirdim, bəyanat verdi. Dedi ki, bəzi məsələlərdə aydınlıq gətirmiş, amma aydınlıq gətirə bilmədiyimiz məsələlər daha çoxdur və inanmıram ki, yaxın günlərdə biz bunlara aydınlıq gətirək. Bu nə deməkdir? Bu yenə vaxt tutmaqdır. Məsələn, Trump'ın ağlı yoxdursa, bu Ramazan günlərində yer gəlmişən inancıqlı insanlarımızı təbrik edək. Ateş aça bilər. Mən düzü çətinlik çəkirəm. Nəsə deyim ki, necə olacaq. Amma yəqin ki, bunların hamısı vaxt tutmaq üçün. Əvvəla orada hansısa formada, bu və ya başqa formada nəsə, əlbəttə ki, İran da müqavimət göstərməyə çalışacaq. Və Trump seçki kampaniyasında bildirmişdi ki, bir daha Amerika əskəri başqa torpaqlarda, ölkədən kənarda, yəni ölməyəcək, belə demişdim. Və bu günlərdə, yəni dediyim kimi, müqəddəs Ramazan ayında ki, insanlar doğrudan da həyatlarını verməyə hazırdılar, bilirik, belə insanlar çoxdur, milyonlarladır və İranın müdafiəsinə qalxacaqlar, bütün dünyada bunu da hamı bilir, özdə bu günlərdə. Ona görə yəqin ki, bu məsələlər müəyyən mənada ləngiyəcək. Və bir şey də məlumdur ki, İran üzdə dediyi bir şeydir, altdan Amerika ilə danışıqlar apardığı indi deyil. Sadəcə olaraq, ola bilsin Amerikalılara indi çatır ki, dövlətin, yəni doğrudan da əgər biz demokratik cəmiyyət qurmaq istəyiriksə, İran İslam Respublikasının birbaşa, qapalı, hər yerdə olduğu kimi seçilmiş, gizli səs vermə yolu ilə seçilmiş prezidenti var. Ondan işbirliyi lazımdır. Hər halda biz olduğumuz dairələrdə şəxsən mən bu ifadəni hər gün bir neçə dəfə deyirəm və məndən soruşanda deyirəm, yadınızdan çıxartmayın ki, İran 1.600.000 kvadrat kilometrdir. Ora havadan yaxşı bombalardan çıxdın getdin, sonra nə olsun? Ruslar da hər gün Kiyevi bombalayırlar, deməkdir ki, Kiyevi götürdülər. Buna görə yəqin ki, bu əməliyyatları keçirməlidirlər, bu əməliyyatları təbii ki, itişlər verə bilər. Mən gözləmirəm ki, bu günlərdə tutaq ki, elə lap yaxın saatlarda, günlərdə Amerika Birləşmiş Ştatları belə əməliyyatlar. Yəqin ki, Ruslarda belə bir söz var, navernyaka, yəni %100 əmin olmayana qədər və hələ ki, danışıqlar üçün yer var, hələ ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Amerikaya sərbəst gedib gələ bilir. Elə biləm, hələ ki, müharibə olmayacaq. Yəqin ki, müəyyən vaxt lazım olacaq, amma mayda da seçkilə başlayır. Amerikada təxminən may-iyun ayı startı verilir. Yəni, belə deyək, Trump özünün onunla, necə deyirlər, suyun arasında, belə deyirlər də bizim dilimizdə, qalıb iki daşın arasında. Bax, bilmir, heç özü də bilmir. Ona görə mən nəsə deyə bilmərəm, Amerika hökuməti öz qərar verir. Amma bir yaxlar İsrail hökuməti dedi ki, Amerika Birləşmiş Ştatları bu əməliyyatları başlayırsa, təbii ki, biz onun yanındayıq. Sonuncu verdikləri bəyanat bunları. Görək nə olur, yəni yalandan duraq deyək ki, biz bilirik, yox, valla bilmirik, sözləri də mənə gəlir ki, hələ müəyyən mənada özləri də axtarışdadılar ki, hansı bir variant tapsınlar, çünki alovlana bilər bütün region. Bu var, belədir. Netanyahu tez belə təcili getmişdi Amerikaya, əslində dünən. Belə cədvələ görə, qrafikə görə dünən getməliydi, amma ayın 13-də bir həftə əvvəl, 5 gün əvvəl getmişdi və danışıblar orada Trumpla, nə danışdıqları bilinmir, amma təxminən biz bilirik nə danışıblar. Netanyahu Amerikanın oradan geri çəkilməyini qəti etiraz edib yəqin ki, mütləq. Yox, aydın deyil, biz də etiraz edirik. Həm siz etiraz edəmişsiniz, mən də siz də edirik də. Yəni Netanyahu vəziyyəti bizimkindən başqa cürdür biraz. Onlar hakimiyyətdə qala bilər, 45 min insan öldürüblər.
Bəli, bəli. Özdə namərdliklə öldürüblər. Yəni bunlar hamısı sənədləşdirilib, görüntülər var. Xəstəxanalarda can verəni cəhət başına tapanca ilə vurublar. Bu kisir deyirlər, nə deyirlər, sepat deyirlər, nə bu banditlər. Bəli, Elxan bəy, bizim əsas məqam Şükürlər getməlidir. getməlidir. Əsas məqam gedəndən sonra orada təbii ki, kimisə siz pəhləvini, siz bilməm, dirildin səsanələri gətirin qoyunlar, əhəmənləri gətirin qoyunlar, o İran olsa dağılmalıdır. Ora heç kim onu saxlaya bilməz. Amma o dağılma ərəfəsində bizim soydaşlarımız və bizim ölkəmiz, yəni Türkiyə, mən bizim ölkəmiz deyəndə Türkiyə və Azərbaycan deyirəm. Bu hərəkətin nə olacaq? Bu təbii ki, biz öz fikirlərimizi söyləyə bilərik, biz hökumət adamı deyilik və planlaşdırır bunu. Amma mütləq hərəkətimiz orada olmalıdır. Biz o laqeyd... Olmalıdır. Əvvəla bilirsiniz, gəlin belə deyək də, hökumət elə bizik də. Nədir? Dən kaplardır da. Yox, əslində belədir də. Mən başa düşürəm. Belə deyək, məsələn, Erdoğanın qabağına bir dənə çöpüz odan yoxdur. Mən başa düşürəm, məhdilləməliyim. Amma biz də fikrimizi bildirməliyik. Amma ilk növbədə orada yaşayan qardaşlarımız bir konsepsiya qoymalılar ortaya. 3-ü 5-i bir yerə yığışa bilmir. Məsələn, mən danışmışdım, bilməm sizə yoxsa yox. Bizdə toplantı idi, yəni Zoom üzərindən yığışmışlar İran xalqlarına nümayəndə. Mənə dedilər, moderatorlar, sən dedi, mən hazır deyiləm. Mən bunlarla nədən danışım? Çünki mən görürəm ki, bunlar qalıblar, biri feodal dünyasından danışır, birinə və inkişaf yoxdur da, yəni belədir, həqiqətdir. Müasir demokratik dəyərlər üzərində qurulmuş İrandan danışan yoxdur. Elə hər kəs öz üzərindən çəkir yorğanı, heç nə də bacarmır. Nə potensialı yoxdur, nə komandası yoxdur, nə hansı bir konsepsiyası yoxdur. Çox təəssüf olsun ki, İrana sahib olan, mən deyərdim, yəni bu dırnaq işarəsiz, Azərbaycan xalqı, Azərbaycan türkləri, İran Azərbaycanları da deyirlər, biz cənublu qardaş bacılarımız deyilik, vahid milli strateji ortaya qoyulublar. Hansı formada olmalıdır İran? Bu federallaşmalıdır, konfederasiya olmalıdır, yoxsa da doğrudan parçalanmalıdır, bir yolluq, nə bilim, şimalla, quzeylə cənub birləşməlidir. Yəni, çoxluq onlardadır da, yəni belə deyək, bunu biz respublikayıq. Necə deyərlər, elə o respublika dəyərlərin çalışırıq ki, hansısa bir formada, xuda bednada belə bir təhərkələ özümüzü necə deyərlər yola veririk. Amma əsas qərarı burada yaşayan insanlar verir, əgər demokratiyadan danışırız. Onlardan da hələ ki, nə bilim, valla, pəhləvlərin qızılları var, görünür, pulları var, özlərinin hara gəldi soxurlar. Məsələn, mən görmürəm ki, Azərbaycan ictimaiyyətinin xüsusi nümayəndələri, məsələn, hansısa bir yəqin ki, bir nəsə bir qurum yaratmaq olardı, bir neçə nəfərdən, lap müəyyən təşkilatlardan və o təşkilatlar, məsələn, dünyaya, İranda hakimiyyətin dəyişməsinə kömək edən dövlətlərlə, siyasi dairələrlə, beynəlxalq təşkilatlarla görüşməli idilər. İndi bunu edə bilmirlər, şəxsən, məsələn, mən görmürəm. Yox, edə bilmirlər. Məşğul edə bilmirlər, amma mən... Edə bilmirlər, yəni fikir ayrılıqları var da, ona görə. Edə bilmirlər, amma mən əslində orada təşkilatlanmanın başında gələcəkdə elə Pezeşkiyanın özünü və onun ətrafında olan elə hərbiçilərin də... Artıq seçilib də, Kamran bəy, niyə axı biz, necə deyərləri, təzdən velosiped icra edir? Hə, mən onu deyirəm elə də. Seçmişsiniz də, seçilib də yox, doğrudan seçilib də, özdə milli kimlik üzərindən seçilib, bu da faktdır. Bu Türkəm, babam Türkdür, Türkçe konuşuram evdə və... Bəli, özü də istifadə etdi ki, mən evimdə də Türkçe danışıram, mən ailəmdə belə danışıram, mən Azərbaycanlıyam. Farsçanı qadağan eləmişəm deyir evdə, Farsçanı qadağan eləmişəm evdə. Bəli, öz ana dilimdə danışıram, yəni bunun üzərindən seçilib. Da indi təzdən durub kimisə axtarmaq ki, yox, elə... Bilirsiniz, Yuli Sezarın bir ifadəsi var idi. Məsələn, mən burada bu kabinetdə olmasam, dövlət kabinetində, küçədə olsam, tamam başqa cürə danışaram. O cümlədən Zelenski, İlham Əliyev, hamısını qataram, qarışdıraram, yıxaram, sürüyərəm. Amma doğrudan belə də, yəni Yuli Sezar deyirdi ki, должность воспитывать, kreslo воспитывать. Yəni, Pezeşkiyan bu gün küçələrə çıxıb da sizlə miting eləyəsi deyil. Əslində miting, Ayxan bəy, miting eləsəydi, mitingdə nə deyəcəkdik? Babam Türk, özüm Türk, Türkçe danışacağıq və Türk olmağına iftixar duyuram, onu deyəcəkdik də. Deyil də. Deyil də, elə mitingləri oradan deyil. Ona görə deyirəm ki,
Ola bilsin bizim o cənubdakı doğrudan da 10 illər, 100 illər əziyyət çəkən xalqımız cənab doktor Məsud Pezeşkiyandan daha radikal addımlar gözləyirlər. Amma onu gözləmək lazım deyil. Bunu gözləməyə ehtiyac yoxdur. O küçə belə deyək, demokratiyasından gəlməyib ki, bu adam elə faktik oturub da bəsədə. Onunsa hansısa bir formada düzün mən özüm də çətinlik çəkirəm. Çünki bilirsiniz, biz orada yaşamamışıq şəxsən. Hamımız elə ağızdan eşidilənləri bilirik də. Hamımızın dostumuz, tanışımız var. Amma reallığı bilmirik, bilirsiniz. Ona görə hansısa bir formada elə biləm ki, bir düstur tapmaq olar. Məncə də. Düsturu qurmaq lazımdır da. Buna necə deyirlər, artıq bu çox məhsullu deyil. Onsuz da İranın bugünkü rejimi getməlidir. Bu fətva verilir. Bunu beynəlxalq güclər verib, özləri verib. 2 gün ərzində 30 min, 40 min insan öldürdülər. Zarafat deyil. Yanvarın 8-i, 9-u 2 gün ərzində əllərində finkalar, o kortik deyirlər, bu dənizçilərin. İnsanların burnunun kökündən, xoşda onurğalarından, kimə, bu belə vəhşilik də, sözün birbaşa mənasında vəhşilik. Komandalıqlar da, bu komandasız bunu kimi deyək ki. Ona görə onsuz da fətva verilib. Yəni, bu siyasi hakimiyyət getməlidir. Bugünkü İranı idarə edənlər dəyişməlidir. Bu heç, forması dəyişəcək, formatı dəyişəcək. Amma indi siz də gəlin, hansısa bir formada ortaya deyin ki, bizim gördüyümüz budur. İndi nə qədər, bilirsiniz, yenə bax, burada artıq yenə xalqların bir konsensusu, yaxud bir kompromisi olmalıdır da. Əvvəla, bu məsələlərdə biz ərazilər yaxud tarixi Azərbaycan torpaqlarını itirə bilmərik. Bu məsələlər üzərindən danışmaq lazımdır və bir neçə preambulada bir neçə vacib dəyəri göstərməklə, yəni ümumi məqsəd ondan sonra da yazmaq olar da. Yəni, məsələn, 3 bənd, 5 bənd, 15 bənd ki, biz bunları etməliyik və edəcəyik. Və bununla da çıxmalısan sən siyasi arenaya. Yoxsa elə belə, ümumi mən də deyirəm də, Azərbaycan bütöv olsun, nə olsun. Bundan deməyimlə mənə kimsə nəsə verir. Onu eləmək lazımdır. Qolu çırmalayıb düşməlisən ortaya ki, bax, mən bunu elədim. Bunu da hələ ki biz görmürük. Çox təəssüf olsun. Əxan bəy, təşəkkür edirəm vaxt ayırıb bizim proqrama qoşulduğunuza görə. Sağ olun. Uğurlar sizə, can sağlığı arzulayıram. Var olun. Slava Ukrayini. Heroyam, slava Azərbaycan eşq olsun, sağ olun. Var olsun Azərbaycanımız və təbii ki bir düstur düşünüləcək Güney Azərbaycanda. Düsturun adı isə Azərbaycan sevgisidir. Azərbaycan sevgisi düsturun adıdırsa, Azərbaycan sevgisi olan toplum Azərbaycanın müstəqilliyini istəyəcək. Mütləq istəyəcək. Azadlıq və müstəqillik hər bir Türk üçün həyat tərzidir. Türk boyunduruq altında olamaz. Və olmayacaq da. Və əminəm ki, Təbrizdə də, Reydə də, Rəşdə də, buradan Ənzəliyə, Xoya, Urmiyaya, Ərdəbilə, bütün Azərbaycana, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər, Tanrı sizi qorusun.